Salam əziz şagirdlər və valideynlər, xoş gördük sizləri kanalımda. Bugün sizlərlə İzə Yayımları 2-ci sinif Azərbaycan dili test kitabından yeni testlərimizi işləyəcək. Əziz dostlar, bu cür videoların davamlı olmağını istəyirsinizsə, kanalımıza abunə olmağı, videolarımızı bəyənməyi unutmayın. İndi isə keçək bugünkü mövzumuza. Mətnin tərkib hissələri, mətnin əsas hissəsi. Mətnin tərkib hissələri mətnlər 3 hissədən ibarət olur. Giriş, əsas hissə, sonluq. Giriş, əsas iştirakçılar, hadisələrin baş verdiyi yer və vaxt haqqında məlumat verilir. Əsas hissə, qəhrəmanın başına gələn hadisələr təsvir olunur. Sonluq hissə, hadisələrin necə bitdiyi bildirilir və ya məzmunla bağlı nəticə çıxarılır. Mətnin əsas hissəsi, bir çox mətnlərdə baş qəhrəmanlar problemlə üzləşirlər. Bununla da mətnin əsas hissəsi başlayır. Problemi həll etmək üçün qəhrəmanlar müxtəlif maneələri keçirlər. İndi isə keçək testlərimizə 4-cü bölmə üzrə test 15-dəyik. 1-ci, 3-cü suallar mətnlə bağlıdır. Anam məni bugün heyvanxanaya apardı. Orada çoxlu heyvanlar gördüm. Bütün heyvanlar maraqlı idi. Ən çox da fillər diqqətimi çəkdi. Ağızlarında böyük dişləri və xortumu vardı. Meymunlar da çox sevimli idi. Heyvanxananın bağçasında heyvanlardan başqa rəngarəng çiçəklər də, böyük ağaclar da var idi. Hamısı çox gözəl idi. Növbəti dəfə dostlarımla gəlmək istəyirəm. İndi isə keçək testlərimizə. Mətnin əsas hissəsində hansı sualın cavabı yox idi? Baxın uşaqlar, A bəndi anam məni hara apardı? Heyvanxanaya aparır. B bəndi məni heyvanxanaya kim apardı? Ana aparır. C bəndi anam məni heyvanxanaya nə zaman apardı? Bu gün apardı. D bəndi anam məni heyvanxanaya nə ilə apardı? Bu sualın cavabı yoxdur. Baxırıq indi də ikinci sualımıza. Mətnin əsas hissəsi harada baş verir? Əlbəttə ki, heyvanxanada baş verir. Üçüncü sualımızda verilmiş mətndən çıxan nəticə nədir? A bəndi uşağın heyvanxananı sevməməsi, uşağın fillərdən çox qorxması, uşağın heyvanxanaya dostları ilə gəlmək istəməsi, əlbəttə ki, C bəndimiz, uşağın heyvanxanaya bir də gəlmək istəməməsi burada yoxdur. Cavabımız nədir? C bəndi uşağın heyvanxanaya dostları ilə gəlməsi. Baxın uşaqlar, gəlmək istəməsi. Baxın 4-cü sualımıza. Mətnin hissələri hansılardır? Giriş, əsas, sonluq dedik. C bəndi. Baxın 5-ci sualımıza. Hadisələrin necə bitdiyi bildirilir. Məzmunla bağlı nəticə çıxarılır. Söhbət hansı hissədən gedir? Söhbət sonluq hissədən gedir. C bəndimiz. Baxırıq 6-cı sualımıza. Qəhrəmanın başına gələn hadisələr hansı hissədə təsvir olunur? Əlbəttə ki, əsas hissədə təsvir olunur. Cavabımız olur A bəndi. Keçirik 7-ci sualımıza. Baxın uşaqlar, 7-ci sualımıza. Verilmiş cümlələrdə mətn qursaq, hansı biri mətnin sonluğuna düşər? Aysel babasının bağına getdi. Birinci ola bilər. Yamyaşıl budaqlardan gilas topladı. İkinci ola bilər. Gilasları yuyub təmizlədi. 3. Mürəbbə hazırlayıb qablara yığdı. 4. Hansıdır? B bəndi. Baxırıq 8-ci sualımıza. Baxın uşaqlar 8-ə. Mətndə hadisələr bir yaz səhəri nənəmin bağçasında baş vermişdi. Ayxan mətnin hansı hissəsindən danışır? Əlbəttə ki, giriş hissəsindən danışır. Keçirik 9-cu sualımıza. Aşağıdakı cümlələrdən hansı mətnin sonluğuna aid ola bilər? A bəndi buranın təbiətinə qış bir də gəlir. Qış birdən gəlir. B bəndi gün ortadan sonra gökyüzünü qara buludlar aldı. C bəndi nəhayət hava açıldı, qarşıdakı dağlar işıqlandı. D bəndi hava gah tutulurdu, gah açılırdı. Hansı bəndimiz uyğun gəlir? C bəndimiz uyğun gəlir. Keçirik 10-cu sualımıza. Aşağıdakılardan hansı mətnin girişində öyrənə bilmərik? Hansı mətnin girişində öyrənə bilmərik? Baxırıq, A bəndi hadisənin qəhrəmanı, B bəndi hadisənin baş verdiyi, C bəndi hadisənin baş verdiyi zamanı, D bəndi hadisənin necə bitdiyini. Hadisənin necə bitdiyini mətnin giriş hissəsində öyrənə bilmərik. Cavabımız olur D bəndi. Baxırıq 11-ci sualımıza. Aşağıdakılardan hansı mətnin giriş cümləsi ola bilər? Baxın uşaqlar, beləliklə onlar bir daha qarşılaşmadılar. Böyük bir ərik ağacının altında balaca bir tısbağa yaşayırdı. Sevimli meymun sürətlə ağaca çıxdı. Bu oxuduğum ən gözəl kitab oldu. B bəndimiz uyğun gəlir. Böyük bir ərik ağacının altında balaca bir tısbağa yaşayırdı. Cavabımız olur B bəndi. Baxırıq 12-ci sonuncu sualımıza. Aşağıdakılardan hansı mətnin sonluq hissəsində işlənə bilməz deyir uşaqlar. A bəndi nəticədə, B bəndi qısacası, C bəndi beləliklə, D bəndi bir dəfə.
Cavabımız olur D bəndi bir dəfə. Əziz dostlar, bu günlük bu qədər. Növbəti videolarda görüşərik. Sağ olun.